Ha, başında ağlı olan bir adam. Görün Azərbaycan məhkəmə sistemi nə gündədir ki? Görün bu dövlət nə gündədir ki? Bu kadar hakim, prokuror əlinə keçibdi. Bir dəyişik söz ihtiramımızdan, bir binamız demir ki, biraz saxlayın görüm axı. Bu situasiyada bir kişi belə cinsi orqanı ola bilməz. Bu belə bir cinsi münasibət mümkün deyil. Sən gələsən düşmən cəhbəsinə keçəsən erməni, gəlib Azərbaycanın əsgərlərin içərisinə hər an təhlükə, stres ki, bu dəqiqə gələrlər, vurub öldürərlər və növbəyə qoyub Azərbaycan əsgəri. Biri getdi, biri gəldi. O birisi gəldi, altıncını gətirək ki, bunu düşünən, bunu yazan, ekranda gördü bu binamız şərəfli gədələrdir. Xanlar Əliyev, Şəfaət İmranov, onun müavinləri, müstəntiqləri və s. Onu təsdiqləyən Zaki Qarolov və hakimlər. Azərbaycanda məhkəmə zədi yox. Azərbaycan xalqının bir nömrə düşməni Azərbaycan hakimləridir. Bir gün gələcək, bu hakimlər xalq qarşısında mütləq cavab verməlidirlər. Bu dəfə Elçibəyin vaxtında olduğu kimi yox. Yox, qətiyyən. Lazım olduğu qaydada. Azərbaycan xalqı gözəl bilir ki, kimə hansı cəzanı verməlidir. Azərbaycan məhkəmələrində olan bugünkü hakimlər var ha. Bunlar bu rejimin, elə deyim də, ermənidən daha qorxulu və dəhşətli qoşuludur Azərbaycan xalqına qarşı döyüşürlər. Ermənistan ordusunun Azərbaycan xalqına vura bilmədiyi ziyanı rejim və hakimlərin əlinə vurublar. Təsəvvür edin ki, baxın, 300 kollegiyana baxırlar. Ağır cinayətlər, apellyasiya məhkəməsi, ali məhkəmə, 50-60-a qədər, 100-ə qədər hakim bu işə baxıbdır. Birinin qeyrəti çatmayıb ki, sual versin, ya ki, mən də kişiyəm axı. Bu vəziyyətdə, bu formada cinsi münasibət olmaq mümkün deyil axı. Bir köpəyin ağlına gəlməyib ha. Niyə? Çünki hamısı eşşək sürüsüdür. Eşşək sürüsü. Bunlar hamısı bu xalqa nifrət edirlər. Bu xalqa alçatsınlar, ləkələsinlər, sübut eləsinlər ki, ey Türk, sən böyük millət deyilsən, sən binamız millətsən, sən erməniyə seksual xidmət göstərən yaramaz alçaq bir toplumsan, xılsan. Türkçə bunu demək istəyiblər, deyiblər. Kamran Əliyev bunu niyə dedirdi? Xanlar Vəliyev. Kamran niyə onu müdafiə eləyib? Bu İmran Şəfaət İmranov niyə bunu eləyibdi? Bunların mütləq etnik mənsubiyyətini araşdırmaq lazım gələcək. Ki, bunların kökündən nədir? Mehriban Əliyevonun bu xalqa türkü qalboy kimi erməniyə seksual xidmət göstərən bir seks qulu kimi göstərməkdə məqsədi nədir? Niyyəti nədir? Kimi və nəyin intiqamını alır mənim millətimdən? Ey Azərbaycan xalqı, ey Türk, ey Talış, ey Ləzgi Avar Tat, ey mənim qardaşım. Ayıl başa düş ki, bu ekranda bu yaramaz İlham Əliyevdən o tərbiyəsiz arvad uşağı sənə hansı gözdən baxırlar? Həkilər, dünyada belə bir dövlət və xalq ola bilməz. Biz atıb hər şey qoymuş ortalığa, dövlət, hakimiyyət qatillərə müdafiə edir. Gətirir parada, gətirir Türkiyə Cumhurbaşqanı Erdoğan'ın qarşısında Teymur Məmmədov şərəflə addımlayır ki, sizin paradınızın da başına, sizin də başınıza. Xalq bu şeyləri bilməlidir, öz qiymətini verməlidir. Mən demək istədiyim bu qədər. Təşəkkürlər.